Dedi, diyan, ey mərcanəli oğlu, nahaq sənsən, Abdullah ibn Əfif Əzli demişdi. İmam Əli əleyhisselamın sahabələrindən olub. Cəmhər və Siffin döyüşlərində gözünü bitirmişdi. Amma yenə də ibadətində və itaətində idi. İbn Ziyad ki, Kərbəla müsibətindən sonra başladı Əhl-i Beytin əleyhinə danışmağa və özünü haqq çıxartmağa, Abdullah ibn Əfif Əzli dözmədi. Dedi, diyan, ey mərcanəli oğlu, nahaq sənsən, nahaq sənin yanındakilardır və nahaq səni bu taxta çıxardandır. Və etirazını bildirir. İmam Hüseyin əleyhisselamı, Peyğəmbər övladlarını şəhid etmirsən, onun əhli əyalısına zülüm etmirsən, indi mömin minbərində danışırsan. İbn Ziyadın əsgərləri istəyir ki, Abdullah'ı götürsün, qəbilələri də orada olur, Abdullah'ın öz qohmalarıdır. O məclisdən Abdullah'ı götürüb getirirlər. Fəqət buna baxmayaraq, gecə ilə gəlirlər, bir yolla Abdullah ibn Əfif Əzli evində hücumu götürüb, gətirib onu İbn Ziyadın əli ilə və əmri ilə şəhid edir.